Gurbete çevrildi bakışlarınız, kanlı sekilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayreti taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Aziz şəhid ailələri, hörmətli qardaşlar, Reyhan xanım, hepinizlə iştirak edenler. Bugün mənim olduğum kimi hər birimiz Vətən müharibəsi şəhidi Kəmal Fərəzovun doğum günü münasibətilə növbətdə olaraq şəhidlər xiyabanında müqəddəs məkanında onun məzarı qarşısında toplanmışıq ki, onun xatirəsini yaşadaq. Bu istiqamətdə əlimizdən gəldiyi qədər birlikdə işlər edirik. Təbii ki, şəhidlərimiz oldu, heç vaxt unudulmayacaq və amma bu işin də bir parçası olmaq, hər zaman onların ailələrinin yanında olmaq, onların xatirəsini ucal tutmaq, qada salmaq, yaşatmaqla təbii ki, hər birimizin üzərimizə düşən mənəvi borcumuzdur. Birinci. Və şəhid Kəmal Fərəzov da Vətən müharibəsində böyük bir döyüş yolu keçir. Düzdür, 29-u dəfə olmuş, 24-ü şəhidlik zirvəsinə uzanır. Buna baxmayaraq, tərkibləri çox azdır, bunu hər birimiz bilirik, belə qəbul edirik, amma hansı müəyyən səbəblərdən qarşılığlarını verir. Amma onun döyüş yoldaşları, hərbiçi yoldaşları, hansı ki, xüsusi təyinatlarda olanlar, onlar da hər zaman təsdiqləyirlər ki, Kamran digər şəhidlərimiz kimi döyüş cəhət və qəhrəmanı o nümunələri göstərir və eyni zamanda böyük bir döyüş yolu keçir. Müxtəlif rayonlarda, müxtəlif bir çox kəndlərdə torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşür və şəhidlik zirvəsinə uzanır. Təbii ki, şəhidlərimizin hər birinin məqamı eynidir. Onların Allah dərgahında yeri var. Bunu hər zaman din xadimlərimiz təsdiqləyir və bəzən də biz eşitirik ki, onların dualarından şəhidlərimizin ahirətdə bizə şəfaətçi olmalarını bilir. Allah hər birini ruhunu şad eləsin. Burada toplanmamızın əsas məqsədi ilə ruhların şad olmasını düzəlməkdir. Biz düşünürük ki, insan olaraq onlar xatırlandıqca onların ruhu şad olur. Bəlkə də heç bizim onları xatırlamamıza ehtiyacları bile. Çünki elə bir məqamda, elə bir zirvədədirlər ki, biz sadəcə həmin zirvəyə böyük bir həsrətlə baxa bilərik. Şəhid olmaq kimin arzusuydur, kimin xəyalı idi. Təbii ki, hər kəs də həmin məqama ola bilmir. Mən düşünürəm ki, Allah sevdiyi, xüsusilə seçdiyi bəndələri şəhidlik zirvəsinə uzanır. Şükür Allahın məsləhətinə. Təbii ki, vətən uğrunda döyüşənlərin bütün müharibə veteranları olsun, müharibə əlilləri olsun, hər biri böyük bir qəhrəmanlıq göstərir. Müharibə əlillərimiz var. Eləsi var ki, ağır dərəcə olanlar ömür boyu əlilliyə məhkum olurlar. Amma Allah hər birinə şəfa versin. Onlar da bilirlər ki, onların öz itkilərindən də çox qürurları yaşayırlar. Və hər bir şəhid ailəsi üçün biz düşünürük ki, təbii ki, ağır faciədir bir ailə üçün övlad vermək, amma şəhid ailəsi olmaq təbii ki, tamam fərqlidir. Övladı bu cür
son mənzilli alsanlar digər ölümlərdə, digərlərindən tamam fərqlidir. Və ona görə də hər bir şəhid ailəsi özündə vətən sevgisi ilə yaşayan böyük bir qürur gəzdirir, özündə böyük bir fəxr gəzdirir, öz övladının bu xalq uğrunda, bu millət, vətən uğrunda, millətin gələcəyi uğrunda canından keçməsi ilə göstərdiyi o şücaətlərlə hər zaman qürur duyur. Və bütün gələcək nəsillərdə, bundan sonra yaşayan, bu torpağa ayaq basan, bu torpaqda yaşayan, havasını sümürən, bütün gənclər, uşaqlar, bütün yaşlı nəsillər, hansı ki, Allah hər birimizə ömür versin, müəyyən qədər yaşayacağıq, bizdən sonra görün neçə nəsillər bu xiyabanda yığışacaq, neçə nəsillər onların qəhrəmanlığından danışacaq. Bəlkə bizdən də danışacaqlar, biz bunların demək olar ki, bu dövrdə yaşayırıq da, ilk ziyarətçiləri 44 günlük şəhidlərimizin və eyni zamanda torpaqlarımızı işğaldan azad etdilər, hansı ki, Qarabağda bilirsiniz, abadlıq, quruculuq işləri aparılır. Hamısı onların sayəsindədir. Hamısı millət üçün, xalq üçün yaradılan şəraitdir və orada da bizim neçə təhsil ocaqlarında, mərkəzlərində, məktəblərdə, universitetlər olacaq hələ, yəni bilirsiniz, Qarabağ Universiteti fəaliyyət göstərir. Hər zaman şəhidlərimiz təbliğ olunur, hər zaman onların xatirəsi hörmət və ehtiramla anılacaq. Böyük bir məsələdir. Azərbaycan xalqı üçün talihli məsələ idi. Müqəddərat məsələsi idi təbii ki. Azərbaycan xalqı öz müqəddəratını məhz döyüşdə qəhrəman oğulları ilə həll etdi. Allah cənab prezidentimizdə olsun, təbii ki, o hər zaman çıxışlarında bu qələbənin əldə olunmasında böyük payı əsgər zabit məhz ordumuzun üzərinə düşdüyünü bildirirdi və şəhidlərimizin sayəsində olduğunu bildirirdi. Baxmayaraq ki, Azərbaycan 30 il ərzində çox güclü bir dövlətə çevrilmişdi regionda və böyük iqtisadiyyatı var idi regional ölkələr arasında, amma bu qələbəni qazanan da təbii ki, zəkadır, şücaətdir, qəhrəmanlıqdır, yəni iyirlik, mərdlik kimi xüsusiyyətləri olan bu oğullardır. Bir daha tədbirimizdə iştirak edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Allah bütün şəhid ailələrinə səbir versin. İlqar əmi bizim xatirimizdə həmişə çox səbirli, belə deyək, təmkinli, çox müdrik bir insan kimi xatırlanır. Mən əminəm ki, burada olan hər kəs bizimlə rəsləşir. Reyhan xanım deyəcək, həmçinin səbirli, amma hər zaman da qəlbində özünü göstərən bir xanım olub. İndi analar təbii ki, tamam fərqlidir. Ali müəllimə həmişə öz çıxışlarında bildirir ki, atalar müəyyən qədər öz emosiyalarını, hisslərini, həyəcanlarını sıxırlar, saxlayırlar. Təbii ki, amma ana ürəyi, qadınlar tamam başqa bir. Təbii ki, hər biri zərif məxluq olub bizim üçün, hər biri hər kəs öz anasından bilir. Onu başa düşmək olur. Allah hər birinizə səbir versin. Amin. Amin. Uzun ömür, can sağlığı arzu edirəm. Amin. Dünən bir şəhid atası işıqlarda. İnşallah elə dəvət edirəm ki, hər kəs də iştirak edir. O da bizim birinci şəhidin atasıdır, ikinci şəhid atası da düzdür, övladını görmədi, amma inşallah ki, yavaş-yavaş müxtəlif rayonlarda, müxtəlif bölgələrdə şəhidlərimizin qalıqları tapılır. Xüsusən işğaldan azad olunmuş zamanlarda. Bundan sonra da hər bir məzar, şəhid məzarı inşallah ki, bütün şəhidlərimizin tapılması həyata keçirilir. Eləcə də həmin şəhidimizin də tezliklə tapılmasını arzulayırıq. Allah hər birimizə uzun ömür versin, ona görə ki, Amin. çox yaşadın şəhidlərimizi. Təbii ki, bu dövlət səviyyəsində həyata keçirilən işlərdir. Burada olan hər kəs hər zaman hansısa bir söhbətdə, hansısa bir belə deyək, müxtəlif yerlərdə şəhidlərimizdən söz açanda böyük fəxrlə, qürurla söyləşir, tanıtmağa çalışır. Amma bilirəm ki, bunu ən çox arzulayan sizlərsiniz. Və sizin birinci missiyanız, arzunuz da məsələ şəhidlərimizin xatirəsinin yaşadılmasıdır. Bunun üçün də təbii ki, birlikdə əl elə verək, hamımız əlimizdən gələni etməyə hazırıq və bunun üçün həmişə çalışırıq. Tədbirimizdə müxtəlif məsələlərdən iştirak edənlər və şəhid ataları iştirak edir. Üstün sözləri onlara verəcəm. Ali müəllim, buyurun. Şəhid atası kimi hər zaman sözünüzü bildirsiniz.
söz verdiğiniz için teşekkür ederim. Sorularınıza sağ olun. Analar arasında başlayın. Allah'tan sevileceğim sana sağ olun. Kamal'ın barasında da açma olursa hem sezinden de sağ olun. Çünkü Kamran benim bacım oğluyla bir yerde bulunur. Birisi bir gelip buraya ziyaret edemeye geldi. Eğer malum öyle dedim çünkü pazarda gelmiştim. Belki de göstermişim yanına gelir gelmiyor. O Kamran'ın barasında belki o kardeşin barasında eləsə müsbət fikirlər söylenmez. Ancaq Kamran barasında elə bir şeyler söyledi ki, belki heç mən onu bana getirdim. Sen vurguladığın kimi hem temkinliydi, hem sabırlıydı. Hem de ki kabağı gören, önceni gören bir insan kimi özünü orada göstermişti. Ben kesin bu bağda olanda uşaqlar istirahat məqsədində təsadüfən yolum düşdü xəstəliklə əlaqədar xəstəxanaya. Orada əsgərlərə rast gəldim. Soruşdum ki, ağrısızlar ki falan yerdə. Dedim benim bacım oğlu şöhrət, futbolçu, Paşoğlu'dur. Tanıyorsunuz. Bir tanıyoruz biz onu. Onu yollayıp Zakat'a. Sonra Kamran'ı soruştum. Biraz sonra dediler ki, hə, o bizə qulluq edib, şəhid olub. Onun qəhrəmanının barəsində həmin insanlar əfsanəvi bir fikir var. Deyir o həm qorxmaz idi, həm də ki təmkinli idi. Elə bir ki özün o da at. Mənasız yerə istəmirdi ki o həlak olsun. İndi dövran belə gətirib ki, vətəni sevmək bu gənclərə qismət olur. Vətən uğrunda həlak olmaq bu gənclərə qismət olur. Bir kəndlərin birində bir oğlan qızı istəyir, gedirlər qızı elçiliyə. Qız öz portmanı atın verir, qadın verir ki, bunu qızınla doldur, buna ver mənə, mən sənə ərə gələcəm. Bunun baxır o yüzünə, bu yüzünə, bir bunu doldur, mən ona vurur. Gəlir bir ikisini qızın atın doldur, sandığa atın doldur, xaladan, bibidən, əmidən, bütün kəndi yığılar. O portmanatda olmur ki, doldur. Ya, belə iş ola bilmir. Bir gedir qonşu şirkətdə bir müdrik insan var, ondan soruşursun, o nə məsələ? Müdrik insan o portmanatı əlinə alanda, deyir ki, bu insan ürəyinin dərisindən düzəlir. Ne yarası kızıl bir dol versin. Bir ne vermeye lazımdı? Bir çimdik oraya vətən torpağına tökür, sonra 2-3 tane kızıl atsız bir olacak. Bir çimdik torpağa atılan sonra bir-iki tane de kız atılan sonra kıl qabı dolur. Atalım o kıza vermeye, kız diyor ki, mən gedə bilməm. O vətən torpağını kızıl asın. Mən elə sonra oğlanlar elə aldılar ki, vətən torpağına kızıl atasa bilməm, özlər buradan gedilər. Allah o dünyasını versin, analarına, atalarına, sabır kısmet eylesin. Biz ne kadar sağ ol, hemşe bunlar gözler bizim arkamızda, biz de bunların gözleri arkasında gözümüzü sanmayız. Diyoruz için Allah'ın yanında. Bunların cenazeleri burada da olsa, ruhları Allah'ın yanında. Allah hiç onların ruhunu Allah'ın yanına nasip eylesin. Amin. Analarına, atalarına sabır dilerim. Amin. Sağ olsun. Allah rahmet eylesin. Sağ olun. Buyurun. Çox sağ olun Elvin. Mən də hər birinizi salamlayıram. Kamran qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət eləyirəm. Qazilərimizə şəfa, onların yaxınlarına Allahdan səbir diləyirəm. Biz əlbəttə ki, burada iştirak etmək bizim bir vətəndaşlıq borcumuzdur. Və biz nə etsək də biz onların elədiklərinin qarşılığını verə bilmərik. Allah rəhmət eləsin və bütün belə deyək də Kamran qardaşımız kimi igid qəhrəman evlad böyüdən valideynlərin qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Buyurun. Çok sağ olun. Yine salamlıyorum şehit qonaqlarımızı. Allah canları sağ eləsin. Tüm qonaqlarımız heç vaxt bizi burada tək qoymuyorlar. Həmişə yanımızda olurlar. Biz de onlara baxırıq, fəxr edirik ki, heç olmasa biz tək deyilik. Yanımızda bizdə işləyənlərimiz var. Allah Kamran qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amin. Ve kardeş, Allah sana ve aileye oğlunuza səbr əta eləsin. Allah razı olsun. Sizlerden ki belə bir oğul yetişdiriyoruz. Allah rəhmət eləsin. Çok sağ olun. Sağ olun. Başka çıkış etmek isteyen varsa buyurun siz. Bizim yanımızda olan teşekkür etmek istiyorum ki bizim yanımızda
yanımızda olanda biz biraz təsəlli tapır etdik. Şəhidlər barədə çox danışılır. Mən əsas vaciblər demək istəyirəm. Əgər bizim, mən elə başa düşürəm, öz fikrimə deyirəm. Əgər bizim uşaqlarımız, bunlar elə sınırlı uşaqlarımız sıradan bir ölüm olsaydı olarsın. Biz o qədər də belə yanmazdı, o qədər bizə təsir etməzdi. Bunlar vətən uğrunda, vətənin vətəndaşları uğrunda, bizim uğrumuzda şəhid olduğuna görə bizə təsir edir. Biz onlarla fəxr edirik. Təsəllimiz dediyim kimi bu vətəndaşlar bilir, gəlirlər, onlar bilir, istəyirlər. Bir də iki şey var ki, bunlar vətən uğrunda şəhid olurlar, sıradan bir ölümdür. Bir də uğrunda öldüyü vətənin torpaqları azad olur. Əgər azad olmasaydı, yine biz fikirləşərdik ki, nələr yerə gedir. Torpaqlar azad olduğuna görə bizə yine biraz təsəlli olur ki, ordularımız boş yerə şəhid olmuyor. Televizorda baxıram, hansı şəhiddən danışırlar. Xasiyyətindən danışanda elə bilirəm ki, elə kameralar xasiyyətindən. Həqiqətən də onlar seçilmiş olur. Hamısı bizim balalarımızdır. Xasiyyətləri, xarakterləri, ata-analarına qarşı münasibətləri görürsən ki, eynidir. İnanıram ki, orada heç kim yalanlamır. Hamı düzdür, olanı deyir. Maraqlanıram, misal üçün, uşaqlarda bəzilərində 2, 1 oğlu, 3 oğlu qalan valideynlərdən soruşuram. Deyir ki, ən yaxşısı olur. Çoxluq edir. Yine çok danışmak istedim. Allah köməyiniz olsun. Allah şəhidlərimizə mən rəhmət deyə bilmirəm, dilim gəlmir. Şəhidlərimizin ruhunu şad etsin. Amin. Amin. Torpaqlar alınır. Uğrunda getdikləri torpaqlar alınır. Allah qazilərimizə şəfa versin. Amin. Allah ordumuzu qorusun. Amin. Bir daha hamımıza təşəkkür edirəm. Öz ailəm adına, özüm adına. Allah köməyiniz olsun. Allah səbir versin. Başka sözü olan varsa buyursun. Eğer yoksa sözü Hacı'ya vereceğiz, bir parti okuyacağız. Daha sonra ənənəmizə sabit olarak diğer şehirlerimizi izleyeceğiz. اللهم صل على محمد وعلى محمد اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا روح المرحوم المغفور المعظم وبحق محمد وآله بالفاتحة اللهم صل على بسم الله الرحمن الرحيم الحمد لله إياك نعبد بسم الله الرحمن الرحيم Allah rahmet eylesin. Allah səbir versin.